Herkese salamlar dostlar. Necəsiz? Yəqin yaxşı olar. Bugün Car Simulator oynuruq bugün deyəndə. Yəni mən yeni ilə görə video paylaşmışdım ki, video danışamadım. Neyse başım bıraxın. Eyvallah çox olur belə şeylər. Yəni mən dərsləri başlayandan mən başım qaçıbdı. Çox belə şeylər oldu. Yəni mən niyə sizin bayramınızı təbrik eləmədən sırazı konuya giriş elədim? Niyə mən bir hal var soruşmadım? Bilmirəm valla. Mən anormalam mən. Herkese salamlar dostlar. Necəsiz? Yəqin yaxşı olar. Çox uzatmadan videoya tez giriş edirəm. İlk öncə bayramınız mübarək. İkincisi özünüzə yaxşı baxın. Üçüncüsü mən yaxşıyam, narahat olmayın. Dördüncüsü mən Model 2 videosu paylaşmışdım uşaqlar. Orada mən demişdim ki, dalbada videolar atacağım yeni ilə görə. Yəni sizə hədiyyə kimi belə bir şey. Beşincisi də ki, Allah papancanı sağ eləsin. Yiri, çiri, çimiri. O temanı az adam bilərim, neysə də. Uşaqlar, oyuna giriş elədim Car Simulatora. Model 2 videosunu paylaşdım. Bunu da paylaşıram uşaqlar. İstədim bir dənə maşın alım. 200 minimiz var. Bir dənə qəşəng maşın alarıq, onu yığarıq, qəşəng sürərik, sürüş testizatı eləyərik. Vapşə heç onu eləmərik uşaqlar. O qalsın ayrı videoya. Mənim daha ayrı fikrim var. Dedim ki, gedişata baxarıq. Lap belə uşaqlar baxın. Mən burada nə qədər maşın var. Neynirəm mən o boyda maşın yığmağı? Bu boyda maşınla mən niyə saxlayıram özümdə? Mən niyə garajımı pis maşınlarımı dolduram? Ondansa gəlin bir sürüş test eləyək. Hansı uduzsa, hansı pis olsa onu aparıq, satırıq. Onun da yerinə yaxşı bir maşın alın. Nətərdir fikrimiz, hə? Məncə yaxşıdır. Amma uşaqlar, mən bu günlük bonusa girdim. 3-cü gün görün nə gəlirim. Baxın, görün nə gəlirim. Mercedes. Uşaqlar, bunun G60 neydi? G63 idi. Yadımdan çıxdı bu adı. Amma yəni, çox xoşuma gəldi maşına. 4 göz. Panorama. Hə, panorama. Deyəsən panoramadır bu. Sonra uşaqlar 7-ci gündə belə bir BMW gəlir. 14-cü gündə baxın burada var hamısı baxın. McLaren kimi maşın gəlir və 21-ci gündə Ferrari gəlir. 30-cu gündə pulsuzdur uşaqlar. Fikirləşməyin, bunlar pulsuzdur. Allah öldüm Allah. Hə. Bunlar uşaqlar yəni pulsuzdur. Bunları almaq lazımdır. Yəni biz bedavaya kaçan adamları. Neyse uşaqlar, başladıq. Başlamaya bastım. Biz uşaqlar nə edəcəyik bu gün? Gəlin belə bir şey eləyək. Biz birinci bir sürüş test eləyək. Mən maşınların hamısını rampadan tullandıracağım. Rampa dediyimdə bir yer var. Oranın mən sizə aparacağım ora. Orada siz hamını çözləyəsiniz. Neyse videoya görə sizə gedirəm indi ora həmin o rampa yerinə. Bütün maşınların hamısını bir hamısını tullandıracağım. Hansı rampadan tullana bilmədi, rampam keçə bilmədisə aparam, satıram. Pulumun da üstünə satdığım maşının pulunu qoyuram və çox qəşəng bir maşın alıram. Всё. Taktika budur. Birinci gedək bir dəqiqə. Rampa dediyim yer Allah ay dedim. Bu maşın da getmədi də. Yazar bizim 07'miz müqəddəsdir. Müqəddəs bir maşın. Gedin. Neyse hə getdik. Sür test sür. Rampaya gedirəm. Birinci 07'dən başlayacağım. Hamısının sıralamasını. Yəni siz də belə də eləyə bilərsiniz. Məsələn yorumlarda yaza bilərsiniz ki, bu maşının saat, bu maşın qalsın ya nə bilim ayrı maşın al, bunu sat, bunu belə elə, bu qalmasın. Yəni fikirlərinizi hamısını yaza bilərsiniz. Bütün fikirlərin hamısını açıram. Şöyle gəldik bura. Buradan baxın, bir dəqiqə sağlısa. Bunu mən şortunu çəkmişdim. Dedim bunun video formasında çəkin. Baxın. Buradan tüppərəmiz gələcək. Buradan tullanacağıq. Bura gəlsə, sıxıntı yoxdur. Demək rampa keçib, amma elə maşınlar olacaq ki, keçəcək bura. Yəni Ferrari'dir, Lamborghini falan onlar keçibdir. Elə maşınlar olsa onlar ömürlük məndə qalacaq. Yəni onların satdı yoxdur. Həmin ora keçən maşınları motorlarını da gücləndirəcəm, özlərini də gücləndirəcəm, çox qəşəng bir maşın aldıracağım yəni. Nəsə, gedək olar. Bastım qaza getdik. Sür. Görək bu necə. İstədim maşın alım, amma dedim ki, yəni 200 minə yaxşı bir maşın tapamayacaq. Gedib zirzibi bir dənə maşın alacaq, saxlayacaq qarajda, oldu maşın. Ondan sonra sataq bir dənə maşın, onun da pulunu alaq qoyaq, qəşəng bir maşın alaq. Və oydu, bu nədir, bu niyə bu qədər sürətlidir? Allah, ayda düşme. 07. Ay da 07. Allah telefon işte.
07 getdi. 07 getdi. 07. Yazın 07. Amma uşaq bunu satdı yoxdur. Hələ ki satmır. Nasıl uduzubdu? Biz hələ o birisi maşına məsələn baxdıq buna 07 246 metr kullandı. 246. Gördüm mən orada 246. Ən axırda qalan uduzur. Şam. Belədir. Bundan sonra belədir. Qayda qanun bir yalan. Dəqiq düşəbilim nə? Gedək rampaya uşaqlar. Rampaya bir gedək. Görək bu maşın gözümü sıtmır. Bu biz niyə almış bunu? Nə məqsədlə almışıq? Niyə bunu sürürük? Bunu satmaq istəyərdim valla. Sür, tez sür. Maşın niyə durur görəsən bizsə? Mən çox maraqlı deyəsə. Biz gedək rampaya. Sürülmür onsuz da. Pis dedim amma sürüşü yaxşı da bunun. Və uşaqlar, indidən başladım. Kənarda, yəni yaza bilsəm eləyəcəm, yəni editləyə bilsəm eləyəcəm. Kənar hissədə ya xəritənin üstünə ya da sürətin üstünə. Sürətə baxarsınız. Yəqin xəritənin üstünə qoyacağam. Maşınları sıralayacağam. Yəni baxarsınız, görərsiniz hansı maşın nə qədər tullanıbdı. Ona görə də eləyərik və baxarıq görək kim daha az tullandı. Sürdüm bunda, bastım, görəm necə gedəcək. Keçənməz. Yəni 07-ni heç vaxt keçənməz. 07 T5 motordur. T5 də ən yüksək motordur. T6 ən yüksəkdir. Ondan bir aşağı T5'dir. Yəni ən yüksək motorlardan birini qoymuşam. Bu o hara keçənliyə. Hələ bir şey keçənmir. Ya bu maşın eləndi bu, eləndi. 100%. 07 baxın kənarda yaza bilsəm yazacağam. Onun 246 idi. Baxdım ona 246-dır. Bu tullandı gələ. 147. 147 metr havaya tullandı. Bu da yox. Abi bu yazdım bunu da eyb olmaz. Amma bu hələ ki qalsın qoy. Eyb olmaz. Hələ ki qalsın. Sıraladım hamısını kənarda. Yəni eləyə bilsəm sıralayacağam. Və baxarsınız görərsiniz hansı maşın nə qədər keçibdi. Keçsək indi Qalikə. Qalik var idi onun. Ev gəlibdi ki bura. Bura təzə ev gəlibdi. Mənim niyə xəbərim yoxdur? Oyuna çoxdandır girmirəm, xəbərim yoxdur heç nədən. Bu uşaqlar, yəqin burada yazıldı günlük ödüllərdən verilir bu ev. Neysə, xəbərim yox idi, alarıq uşaqlar. Hər gün oyuna girəcəm. Yadıma salın, yorumlara yazın, döşün. Ay qaqa oyuna girməsən, ay qaqa oyuna girməsən. Yazın ki yorumlarda yadımda qalsın. Çünki evləridir, maşınlardan hamısını alaq. Sizlərlə bərabər bəlkə canlıda və karşımatordan da girdikdə bir canlıda. Və uşaqlar, mən istəyirəm sabah canlı açım. İndi sabah deyəndə, yəni bu gün yox. Bu gün ikinci gün çəkdiyim gün. Bilmirəm indi ya bu gün yükləyərəm ya da sabah yükləyərəm. Yəqin sabah yükləyərəm. Böyük ehtimal sabah yükləyəcəm. Üçüncü gün yükləyəcəm. Bilmirəm də dayı. Baxaram. Əgər uşaqlar mən post paylaşacağam. Baxar. İstəyirsinizsə ikinci gün. Yəni bu indi açın canlını. Baxarsınız indi. Post paylaşacağım bu videonu tamamlayandan sonra baxarsınız görərsiniz və bu video uşaqlar part 2'si də olacaq. Yəni bütün maşın 14 tane maşın var. Hamısını bir video sıxışdıranmaram əlbəttə ki. İndi uşaqlar keçik 3-cü maşınımıza. O birisi maşın neçə idi bilmədim, yanımda qaldı. 147 idi deyəsən. O birisi nədir? 07 247 idi. Bu birisi maşın 147 idi. Sonra uşaqlar tullanaq bir dənə maşın bir dənə rampadan tullandıraq. Yəni qalik bax. 07-ni keçənməsə biabırçılıqdır bütün. 07'nin keçənməsə biabırçılıqdır valla. Uşaqlar bu belə həlledici döyüşdür bu dəqiqə. Həlledici döyüşdə Qalik vs 07'dir. Ayda görürsən Qalik 07'ni keçə bilər. Keçə bilməsə yəni biabırçılıq deməli başlayır. Sürdüm mən bir dəqiqə baxın kökləmişəm nəyə qaza. Mənlik bir şey yoxdur. Heç bir şeyimi daxil eləmir. Keçənmədi. Adım kiməmləm. Bax. Oy da 162. O birisi 147 idi. Yoxsa 160 neçə? Onunla bərabər getdi yəni biabırçılıqda. Vallahi həqiqətən yəni ayıb olsun da. Mən gözləməzdim ki belə bir məyusluq hissi yaşayam. Ayıb olsun. Keçək olar X5-imizə. Görək indi Qalik X5 yoxsa Qalik. X5 mən keçərək Qalik. Bu şey Qalen var genera X5 ara. Min dala maşına. Ay qaqa min dala maşına. Hayda kaslı oyun. Geldik 1, 2, 3, 4. maşınımız olan X5 deyildi. X7'dir bu. X7 yazmanız X5 deyildi. Uşaqlar deyəsiniz ki, çox belə dəngəsiz maşınlar yarışdırsan. Bu uşaqlar yarış deyil.
maşınların özünə aid potensialdır. Məsələn, deyəsiniz ki, o bizi Honda ilə, o ikinci maşın var idi, 07-dən sonra dediyimiz, sürdüyümüz. Onunla bu X7 necə yarışırsan? Uşaqlar, bu bir yarış deyil. Uşaqlar, yarış deyil bu. Bu belə də maşınların özünə aid bir belə deyək də qabiliyyətidir. Yəni baxıram görüm hansı maşın daha yaxşıdır. Ən yaxşı maşınları yığmağa çalışıram deyə pislərini aradan çıxardıram və bastım qaza, sürdüm. Sürdüm görək. Məncə X7-dən çox qəşəng bir performans gözləyirəm. Qalik kim olma. Bax sən də mənim üzümü qara çıxarma. Galenvagen'də biabırçılıq oldu. Özü A-sı 2-dən aynen ha. Biabırçılıq. Uy da sürət gedir ha. Çox sürət gedir. Vay vay vay. O 07'ni keç. 07'ni keçdi. Uy 277 07'ni keçdi. Keçməyə də çox az qalmış deyə. Demək onda belədir. 300'ü keçən, 300 metri keçən uşaqlar. Demək bu yarışın qazananıdır. Belə bir şeydir yəni. 07'ni də keçdi. Ya halaldır. Vallahi billahi X7'yi halaldır. Mən maşın satmayacağım. Heç cürə satanmaram. Bir dəqiqə neçənci maşın idi? Bax 1, 2, 3, 4. 4 buydu. Yoxsa 1, 2, 3, 4. Hə 4. 5-ci maşınımız Lexus'umuza gəldik. Görək. Lexus'uydu. Bu düz dedim ha. Düz dedim. Lexus'a gəldik. Görək. Lexus nə iş çıxaracaq? Lexus'un sürəti var ki. Bax dedim. Bu şeydir. Hadi qarınlı dayılar üçün. Nədir? 90 ildən 5-7 Lexus-a gələn söhbət var. Bax həmin o maşındır. Bax 5-7 Lexus babudur. Nəysə də gedək. Gəldik, görək bu 5-7 Lexus-in. Gülməm görək. Onu ancaq ekran sürəsi 26 saat olanlar bilər. TikTok'da ancaq nədir? Ancaq barmaq çevir. Bax ancaq onlar bilərdi o temaları. Ancaq. Yəni bilmirəm, indi danışıqlarım nəsə başa düşürsünüz ya yox. Ancaq yəni TikTok'a baxanlar bilərdi onları. Sürdük Lexus'umuzu. Ayda 170, 180 çıxamadı 200'ə. Yaxşı deyil. Az tullan. Oyda. 183, 180 Qalikdən yaxşı tullandı etsənsə. Galenvagen'ə yaxşı tullandı, amma bu da xoşuma gəlmədi. Bilmirəm, sata bilərəm. Yəni elə bir ehtimal var və gəldik yandakı bir dənə maşına. Vahiməyə bax bir də. O birisi maşın tullanılmayacaq heç. Drift maşında o qədər də sürəti yoxdur. Nəsə onu da sürət görək o nətərdir. Gəldik bu canavara. Bu canavar dediyində çox sürətlidir. Nəsə tez bazar sürdüm uşaqlar, Ala sürəmədim. Nəysə palit eləmə. Yol qaçırtdım. Yolu yaddan çıxartdım. Nəysə sürək. Bax bu yaxşı gedəcək. Üceynidən 180 gördü. 170, 180, 200. Xahiş edirəm dolar sən tullan. Sən tullan etsənsə. Getdi. Görək. O, keçdi. 200. Oy 255, 200. Hələ ki X7-dən keçən olmayıbdı. Uşaqlar, qalan maşınlar da qaldı part 2-yə. Bütün sıralamanın hamısını kənarda yazmışam. Baxarsınız, indi hələ ki ələmə qismi deyil, ələmə deyəndə, yəni heç bir maşın hələ ki satmıram. Qalan maşınlar da var. Onların da sürətlərinə baxacağıq. Sonra satacağım və qəşəng bir maşın alacağım. Onu da o birislər kimi zəif yox. Məsələn, bunu qədər, bundan da sürətli bir maşın alındıracağım. Onda bu günlük bu qədər olsun. Gələn bölümlərdə görüşərik. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik.